Hə, köhnələr. Axşamınız xeyir olsun əvvəla. Bir neçə gün bundan qabaq mən bir yaxın dostumla və bir nəfər xaricdən gələn qonaqla getdik Şirvanşah restoranına. Özünüz bilirsiniz də, həmən restoran turistlərin arasında çox məşhurdur. Birincisi ona görə ki, lokasiyası çox uyğundur. Demək olar ki, şəhərin mərkəzindədir. İkinci də ki, içəridə olan interyer sırf turizmə uyğundur. Yəni restoran demək olar ki, hardasa muzeydir də. Başa düşdünüz də məni? Dekoru, yəni içəri bəzənməsi tam şəkildə bizim milli ənənələrimizə, adətlərimizə, mətbəximizə uyğundur. Amma mən sizə bir söz deyim də, həmən o restorana gedəndən sonra, daha doğrusu oradan çıxandan sonra mən çox bir məyus halda qalmışdım. Birincisi, mən onu vurğulamaq istəyirəm ki, yəni Şirvanşah kimi restoran tam şəkildə ideal olmalıdır. Ən aşağısı bizim milli mətbəxdə, yəni figurant olan, birinci növbədə olan yeməklər sahəsində. Məsələn, bax götürək elə bizim dolmanı. Dolma bizdə çox məşhur bir yeməyimizdir. Həmçində qonşu ölkədə dəfələrlə olub ki, həmən o dolmanı istəyiblər ki, özlərinə yazsınlar. Düzdür? Amma ki, yəni müəyyən bizim dövlətin təpkisi altında verilən müraciətlər əsasında dolma nəhayət ki, Azərbaycan milli yeməyi kimi tanınıb və hətta UNESCO-nun əqli mülkiyyət siyahısında sırf Azərbaycana məxsus kimi bildirilib. Bu çox böyük bir nailiyyətdir bizim milli kulinariya üçün. Amma onu nəzərə almaq lazımdır ki, bu Bakıya ki, turistlər gəlirlər, həmin o dolmanı biz xırdalasaq. Onlar gələnlərin çoxu Rusiyadan gəlirlər bura. Yəni Slaviyan ölkələrindən. Rusiyadır, Belarusiyadır. Fərqi yoxdur, axır ki, keçmiş postsovet məkanından, Qazaxıstandan götürək. Onların çoxusu həm bura gəlirlər gezməyə, həm də Ermənistana gedirlər. Mən sizə bir söz deyim, mən bir ikisi ilə söhbət eləmişəm, yəni bir neçə yerdən eşitmişəm ki, deyirlər Ermənistanda, məsələn, bu tip restoranlarda verilən dolma ilə bizimkinin arasında, yerlə göy arasında fərq var. İnandırım sizi, mən həmən günü, həmən o restorana gedəndə, həmən o fərqi hiss elədim. İndi gəlin, mən sizə detallı danışım. Həmən dolmadan. Birincisi, biz həmişə görmüşük ki, dolma yağlı olar. Burada isə dolmanın içindəki ət qupquru idi. İkincisi, dolmanın yarpaqları demək olar ki, çeynənilmirdi. Yəni ki, keyfiyyəti çox bir aşağı sahədə, səviyyədə. Bir porsda cəmi 12 dənə dolma verirlər. Başa düşdünüz də? Yəni Şirvanşah kimi restoran, hansı ki bizim turistlərimizin üzünə, bizim Azərbaycan mətbəxini açır, gəlir o dolmanın içinə, bəlkə də hərəsinin içinə bir dənə Nikolayın beşliyindən də qoyaydı. Nə olsun gərək eləyəydi ki, bu dolma bəyənilsin, çünki bu müqayisə olunacaq. Amma faktiki olaraq həmin dolmanı, məsələn, mən bəyənmədim. Ən aşağısı, mən sizə deyim də, bizlərdə dolmanı pişirəndə nə eləyərdilər? Götür bu lay ki dolmaları düzürlər, arasına qoyun ətinin sinə hissəsindən, döş hissəsindən, belə o yağlı tikələrdən qoyardılar ki, sonra ki o yağa düşərdi ya, həmən o dad qopardı həmən bütün dolmaya. Yəni dolma gərək yağlı olsun. Bu bir aksiyomadır. Neysə, tək dolmadan söhbət getmir. Dalıcan qutab gəldi. Yaxşı, əsl belə Bakı qutabı, əl boyda qutablar, sözüm yoxdur. Amma gəl gör bunun naçinkası. Adama bir dənə göy qutabı götürdü, bir dənə də ət qutabı. İnandırım sizi ki, mənə elə gəldi ki, dadından bunun da. Çox güman ki, o hardasa hansısa qabda ola bilər iç qursaq qutabı olub. Onun içinə ət yığıblar, onun da iyi qopub həmin qutaba. Yəni, bəyənmədim, 0 dərəcədə. Bu isti yeməklərdir. Sonra mən sizə söz deyim. Mən soğuq qəlinaltı haqqında vəbşə indi danışılası deyil, amma ki, bunların soğuq qəlinaltıları da ki, nə deyim sizə? Bax, məsələn, şoraba asartisi gəldi də, baxırsan, malakan kələmi qoyublar ora. O malakan kələmi heç malakan kələmi deyil, o, nə bilim, bağdan, bostan, o keyfiyyətsiz şorabalar satırlar, marketlərdən, onlardan götürüb qoyublar stola. Bu nə dərəcədə düzgündür? Siz o boyda restoransınız. Axırda mən elə sizə orada çıxan hesabı deyəcəm. Siz indi başa düşəcəksiniz ki, mən niyə görə belə demək olar ki, tüklərin biz durub bu söhbətdə. Neysə, bütün şorabalar elə bil ki, gediblər, belə o pişi yerdə satmırlar, ümumi boçkalardan, qarışıq, o cürünə, o tipli bir şorabalar verdilər bizə.
Pendir. Hay Allah. Ha. Taxta pendir asartisi də. Demək olar ki, hamısı taxta vəziyyətdə idilər. Arasında mal pendiri var idi. İçində arasında göyərti ilə bir balaca İmirçinski pendiri oxşayır, qupquru. Qoyun pendiri var idi. Görünür ki, qoyun pendirlərin arasında ən belə zəifini, ucuzlusunu alıb qoyublar ortaya. Sonra içməyə gələndə mən dedim bunlara ki, sizdə şərbət var. Gördüm, baxın mənim üzümə. Heç başa düşmədi ki, söhbət nədən gedir. Yaxşı, şərbət bizim qədimi, ənənəvi, sərinləşdirici içkimizdir. Düzdür? Yəni, şərbəti düzəltməkdə belə bir problem deyil ki, şəkərdir, limondur, bir də zəfəran. Yəni, bizim xeyirlərimizdə, şərlərimizdə həmişə o şərbət masanın üstündə olub. Bizim milli, ənənəvi restoranımızda bunlar heç bilmirlər ki, şərbət nədir. Sonra, hələ dalı gəlir, qulaq asın. Kabablar gəldi. Kabablarda nə bilim tikə idi, nə bilim toyuq idi, bir də xırda-xırda doğranmış, bax belə balaca qoyun əti. Ümumi şəkildə nə bilim 2 dənə antrikot, 3-4 dənə kusok qoyun ətindən 2 kusok toyuq, 2 kusok dana bastırması. Arasında yiyiləsi ancaq dana bastırması idi. Sonra mən istədiyim nə sifariş etdik orada. Ümumi şəkildə belə deyək də, ümumi lap hamısını götürsək, hesaba əgər gəlib çıxırıqsa, bax bu 3-4 kusok ət, 2 pors dolma, soğuk qəlyanaltılardan şoraba asartisi, pendir asartisi və göyərti, içməyə kompot, bir dənə araq, xarici istehsal araq. Məncə vəssalam, bunun hamısına 350 manat hesab çıxdı. Yaxşı, əcəb eləyirsiniz, neçə istəyirsiniz qoyun, 350 manata siz bizə gərək bilsən nə eləyirsiniz orada, deyiləsi döyür. Yəni bu 350 manatlıq masa döyür. Olsun 350 manat, heç olmasa keyfiyyət qoyun, heç olmasa dad qoyun. Bir dənə də məsələ deyim sizə personal haqqında. Personal yaxşıdır, yəni ümumilisi çox belə diqqətli, hər tərəfli, amma amması da var da. Məsələn, orada o musiqiçilər vardı. Musiqiçi gəlir diyan adamın qabağında. Bizdəki şedraya düşən Azərbaycanlılar da bilmirsiniz bizi. Pulumuz olmasa da borc götürərək ki, həmin musiqiçiyə pul verək. Verirsən musiqiçiyə pulu, musiqiçi pulu götürdü, getdi. Heç olmasa əyibdir, pulu aldın axıra ki, bunu ifa elə, sonra getdi. Yəni, bu məsələni düzəltsələr, heç də pis olmazdı. Bir də yaxşı bay yadımda qaldı, mən sizə deyim, çox bir diqqətli bir yoldaş var idi orada, hətta adını da soruşdum, adı Elmardı, özü də sən demən bizim Parniz Baku KVN komandasında o Nazarbayevin rolunu oynayan idi. O Qədeş çox belə diqqətli baxırdım, görürdüm ki, yəni qonaqlarla rəftarı hamısı super vəziyyətdədir. Vallahi bu qədər. Mənə elə gəlir ki, restoran Şirvanşah mənim bu danışığımı eşitsə, bunu bir konstruktiv qəbul edər və çalışar ki, bu olan nöqsanlar aradan qaldırılsın. Çünki ölkəyə gələn turist birinci harda nə görür, sonra gedir hələ o barədə danışır. Yəni biz gərək çox diqqətli olaq. Yəni söhbət bütün restoratorlara gedir ki, bizim milli yeməklərimiz necə olmalıdır həqiqətən. O cürə də təqdim olunmalıdır. Bu qədər qəlbdən qəlbə.